Evet, davam edirik uşaqlar. Atmosferin digər bölməsi olan e, buxarlanma, atmosfer yağıntıları, hava kütlələri haqqında məlumat əldə etməyə. Buxarlanma nədir? Buxarlanma günəş istiliyinin təsiri ilə suyun maye haldan qaz halına keçməsinə buxarlanma deyilir. Buxarlanma 1 kub metrdə səthdən buxarlanan suyun millimetrli miqdarıdır. Yəni bu şəkildə hesablanır. Müəyyən temperatur şəraitində 1 kvadrat santimetr səthdən maksimum buxarlana bilən suyun miqdarına mümkün buxarlanma deyilir və yaxud da ona buxarlanma qabiliyyəti deyilir. Bu nədir uşaqlar? Tutaq ki, e, bazara getmisən və bazara getmisən, sən məsələn kartof almalısan. Sən neçə kilo götürə bilərsən? Tutaq ki, sən 10 kilo götürə bilərsən. Sənin gücün 10 kiloya çatır. Amma gedirsən, alırsan 2 kilo. Yəni bu sən 10 kilo sənin qabiliyyətindir və yaxud da mümkün buxarlanmandır. Yəni mümkün buxarlanma və qabiliyyət eyni bir anlayışdır. Yəni o sənin götürə biləcəyinlə götürdüyün başqadır. Götürdüyün sənin buxarlanmadır, amma qabiliyyətin başqadır. Aydındır? Buxarlanma nə oldu uşaqlar? Buxarlanma yəni havadan, yer səthindən götürdüyü sudur. Bəli, Ə, amma qabiliyyət isə və yaxud da mümkün buxarlanma isə maksimum götürə biləcəyi sudur. bəli, Temperatur nə qədər yüksək olarsa, mümkün buxarlanma göstəricisi də bir o qədər çox olar. Buxarlanmanın ən böyük qiyməti okeanların tropik enliklərində olur. Çünki okeanların tropik enliklərində həm isti var, həm də su var okean səthində. Və su da var, su da varsa deməli ən böyük qiyməti ilə tropikin okean səthi üzərində olacaq. Ən kiçik qiyməti isə yenə tropikdədir. Sadəcə tropikin səhrasında müşahidə olunur. Ən az buxarlanma. Çünki orada su yoxdur ki, buxarlandıra. Mümkün buxarlanma maksimum göstəricisi tropik səhralarda, buna da diqqət edirik. O ki, mümkün buxarlanma deyil. Mümkün buxarlanmanın maksimum göstərici tropikin səhrasında. Mümkün buxarlanma nə idi? Burada dedim ki, yəni sənin götürə biləcəyindir. Bax, tropik bəli, səhrada hava istidir. Daha çox su götürə bilər. Daha çox suyu buxarlandırıb götürə bilər, amma buxarlandıra bilmir. O buxarlandıra bilmirsə, amma bəli, qabiliyyəti bəli, var da, bizə amma bu qabiliyyətdən söhbət gedir burada. Mümkün buxarlanma həm də qabiliyyət deməkdir. İkisi də yəni eyni anlayışdır dedim. Yəni tropik səhrada suyu götürə bilər, gücü var, amma su yoxdur. Və mümkün buxarlanmanın, yəni maksimum buxarlanma qabiliyyəti hardadır? Tropik səhradadır. Minimum qiyməti isə bəli, mümkün buxarlanmanın e, qütb ətrafı sahələrdə qeyd olunmuşdur. Qütbdə qabiliyyət azdır da, hava soyuqdur deyə orada istəmir də götürə. Gücü zəifdir. E, Ən çox buxarlanma cənub yarımkürəsində olur. Çünki cənubda su kütləsi daha çoxdur axı şimala nəzərən. bəli, Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin maksimum səhralarda olur. Bu nədir? Buxarlanma ilə buxarlanma qabiliyyəti. Buxarlanma nədir? Sənin götürdüyün. Bax, sən tutaq ki, deyək ki, 100 kilo götürə bilirsən. Mən kilo deyirəm, burada millimetrlə, su ilə indi götürmək istəyirəm, izah eləmək istəyirəm. Yəni, sənin gücün 100 kiloya çatır. 100 kiloya çatır. Yəni, sən buxarlama qabiliyyətin nə qədər? 100 kilo. Gedirsən səhraya, səhrada heç sən tapmırsan. 1 kiloqram su tapırsan, deyək ki, su da deməyək, 1 kiloqram nəsə tapırsan. Bu nədir? Fərq görsüz daha çoxdur. bəli, Yəni heç nə tapmır da buxarlandıra. Və ya da su ilə deyək. Sənin qabiliyyətin çatır 2500 millimetrə. Havanın temperaturu istidir, qabiliyyət də çoxdur. 2500 millimetr buxarlandıra bilər. Amma buxarlandırdığı nədir? Heç nə qədər. Tutaq ki 50 millimetr. Görürsüz fərq nə qədərdir? Səhrada heç nə yoxdur. Ən böyük fərq harda olur? Səhrada. Su səthində bu fərq nədir? Sıfırdır. Su səthində uşaqlar sənin gücün nəyə çatırsa elə o qədər də götürürsən. Havanın temperaturu nə qədər su buxarlandıra bilirsə, o qədər də suyu buxarlandıracaq. Aydındır? bəli, bəli, E, Buxarlanma qabiliyyətinin və yaxud da mümkün buxarlanmanın qiyməti
tropikdə daha çoxdur, sonra ekvator, sonra mülayim, sonra qütb enişləri gələr. Bu xəritə quru səthində mümkün buxarlanmanın miqdarıdır. Harda mümkün buxarlanma çoxdur. Mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti deməkdir. Buxarlama qabiliyyəti harda çox dedik? Tropikin səhralarında daha çoxdur. Ən az harda dedik mümkün buxarlanmanı? Qütb ərazilərində dedik ki, ən az buxarlama qabiliyyəti və yaxud da mümkün buxarlama qütb enliklərində olur. Quru səthdə buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Yer səthinin hər kvadrat santimetrinə ildə 1020 mm yağıntı düşür. Bu ortalama miqdardır. Elə yer vardır ki, daha az düşür, elə yer var daha çox düşür. Ortalama olaraq böləndə hər yerə 1020 mm yağıntı düşür sayılır. Buxarlanan suyu miqdarı da 1020 mm yağırsa, əlbəttə buxarlanan suyun miqdarı da elə 1020 mm olar. Eyni buxarlama qabiliyyətinə malik olan nöqtələri birləşdirən xəttlərə izoqaminlər deyilir. Havanın rütubətliyinə gəldikdə, havanın rütubətliyi onun əsas elementlərindən biridir. Temperaturdan asılı olaraq 1 kub metr havanın su saxlamaq qabiliyyəti var. Yəni dəyişir, temperaturdan asılı olaraq dəyişir. Havanın rütubətliyi iki cür ola bilər. Biri var mütləq rütubətlik, bir də var nisbi rütubətlik. Mütləq rütubətlik 1 kub metrdə aşağıdakı şəklə baxaq. Mütləq rütubətlik 1 kub metr havada olan faktiki suyun qramla miqdarıdır. Bax, məsələn, 1 kub metrdə 20 Selsi temperaturda 9 qram su var. Bu faktiki miqdardır və onu biz mütləq rütubət adlandırırıq. Buna mütləq deyirik. Nisbi rütubət isə 1 kub metr hava 1 kub metr hava 20 Selsi temperaturda 17 qram su saxlaya bilir. 17 qram su saxlaya bilir. Buna 17 qram isə maksimum miqdar deyilir. Yəni maksimum 17 qram saxlaya bilər. 17 qrama 100% deyirik. Faktiki isə 9 qoyuruq yerinə. 9-a x yazsaq, buradan tapacağımız x nisbi rütubətlikdir. Yəni havada olan faktiki suyun miqdarını faizlə ifadə ediriksə, buna nisbi rütubətlik deyilir. Bu təxminən 52% edər. Burada kəsir var. 52% götürərik. Yəni desək ki, burada məsələn bu sxemdə baxsaq, mütləq rütubət 9 qram, nisbi rütubət isə təxminən 52%-ə gəlib çıxır. Yəni mütləq rütubəti, faktiki suyun miqdarını faizlə ifadə ediriksə, ondan nisbi rütubətlik deyilir. Bəli. Havanın temperaturundan asılı olaraq havanın su saxlamaq qabiliyyəti var. Yəni daha isti hava daha çox su saxlaya bilər 1 kub metrdə. Temperatur azdırsa, daha belə deyək ki, az su saxlaya bilər. Bayaq dedim ki, bundan əvvəlki slaydda, dərsdə dedim ki, hava yuxarı qalxırsa, yağıntı verir. Qalxan hava nə verirdi? Yağıntı. Bir də temperatur yuxarı qalxdıqca nə edirdi? Temperatur yuxarı qalxdıqca nə edir uşaqlar? Artır, azalır. Temperatur yuxarı qalxdıqca nə edir? Azalır. Azalır. Hava qalxan havada yağıntı yaradır axı. Buludluq yaranır və yağıntı yaranır. Deməli, hava azalanda, temperatur azalanda yağıntı vermə ehtimalı da azalır. Düzdürmü? Bəli. Hər havanı dedim ki, temperaturuna asılı olaraq su saxlamaq qabiliyyəti var. Məsələn, 0 Selsi temperaturda uşaqlar 1 kub metrdə 5 qram su saxlaya bilər. Maksimum saxlaya biləcəyi su budur, 5 qram. Müsbət 10 Selsi temperaturda 1 kub metr havada maksimum 9 qram su saxlaya bilər.
Müsbət 20 Selsi temperaturda 1 kub metr havada maksimum 17 qram su saxlaya bilər. Bunu ümumiyyətlə əzbərləyirik bu verilənləri. Müsbət 30 Selsidə isə elə 30 qram su saxlaya bilər. Mənfi 10-da 2,5 qram su saxlaya bilər. Mənfi 20-də 1 qram su saxlaya bilər. Səsləri açıq qoyaq uşaqlar. Bir ani momentdə sual verin. Tez cavab verin. Vaxtımız getməsin. Deməli, temperatur azdırsa, deməli su saxlamaq qabiliyyəti də azdır. Yəni temperatur azalırsa, havanın su saxlamaq qabiliyyəti də azalır deməkdir. Bir də doymuş hava var, doymamış hava var. 1 kub metrdə dedik ki, 0 Selsi temperaturda maksimum 5 qram su ola bilər. Düzdürmü? Burada Bəli. maksimum 5 qram su ola bilər. Əgər 1 kub metrdə 0 Selsi temperaturda 3 qram su varsa, bu doymamış. Doymamışdı. Amma 5 qram olsa və ya da 5 qramdan çox olsa, bu doymuş hava Doymuş. sayılır. Havanın rütubətliyi hiqrometrlə ölçülür. Psixometr adı cihazı nisbi rütubətlik ölçülür. Eyni yağıntıya malik olan nöqtələrə birləşən xəttlərə izogeytlər deyilir. İndi tapşırıqlarımız var. Gəlin tapşırıqlara baxaq. Burada belə deyək, mütləq rütubətin temperaturuna asılılıq qrafiki var. Yəni temperatur artdıqca uşaqlar mütləq rütubət də artır. Bir-biri ilə düz mütənasibdir. Bəli. Nisbi rütubətlə temperatur isə tərs mütənasibdir. Temperatur artırsa nisbi rütubətlik azalır. Tutaq ki, bu nədir uşaqlar? Havada bax deyirəm. Dedim ki, bayaqlar 1 kub metrdə 10 Selsi temperaturda, müsbət 10 Selsi temperaturda maksimum 9 qram su ola bilər. Düzdürmü? Bəli. Tutaq ki, havada tutaq ki 8,5 qram su var. Bax bu 1 kub metrdə 10 Selsidə 8,5 qram su var. Doymamış. Nisbi rütubətli doymamış havadır, söz yox. Nisbi rütubət nə qədər olur? Çox olar da, hardasa 9-dan 9-a yaxındır da, deməli 900%-dirsə 900% isə 8,5 x olacaq. çox eləyər də, düzdürmü? 90-dan çox eləyər. Havanın temperatur artsa, olsa 20 Selsi 20 Selsi. 20 Selsinə 1 kub metr hava doyması üçün 17 qram su lazım. 17 qram. Bəli. 17 qram nədir? 100%. Bəli. 17 qram 100%-dir. Havada olan su buxarı qaldığı yerində dəyişməyib. 8,5. İndi 8,5 neçə faiz olar? 2, 8 bərabərdə 50. 50%. Deməli, temperatur artdısa, nisbi rütubət nə edir? Bu təxminən deyək ki, buradakı x-dəki 90 təxminən. 90 çox eləyər. Nisbi rütubət nə edir temperatur artanda? Azalır, gördün? Temperatur artdı, temperatur 10 qalxdı, nisbi rütubət azaldı. Bax, bu diaqramda onu demək istəyir. Bəli. İndi gəlin suallara baxaq. Temperaturun 0 Selsi olan 1 kub metr havanın nisbi rütubətliyi 50%-dir. 50% olursa, bu havada nə qədər su buxarı olar? Baxın, 0 1 kub metrdə Selsidə 5 qram. 0 Selsidə 5 qram nədir? 100%-dir. Yəni maksimum 100 budur. 50% nə olar? X. Buradan X tapıram nə qədər? 2,5. 2,5. Havada olan həmin suyun buxar miqdarı həm də buna mütləq rütubəti deyə bilərik. Desək ki, mütləq rütubət tapın, elə 2,5 yeni götürərik. Sual, ikinci suala baxaq. 30 Selsi temperatura malik olan 1 kub metr havanın nisbi rütubətliyi 60%-dir. Bax, 30 Selsi temperaturda maksimum 30 qram su ola bilər. Və 30 qramda 100%-lə ifadə olunur. Əgər nisbi rütubətlik 60%-dirsə, yerdə neçə faizimiz qalır? 40%. Yox, 40. 100-dən 60-dan. Hə, 100%-dən 40%. Bəli. Yazılıb. 40% qalır. 40% qalırsa, 40-a da x versək, buradan x-imizi elə taparaqmı 12 qram tərsinə vursaq? 12 qram. 12 qram doyması üçün lazımdır da, düzdürmü? Bəli. Həmin havanın deyə doyması üçün çatışmayan suyun miqdarını tapın. O da 12 qram. 12 qram. Havada olan suyun miqdarı nə qədər eləyir?
Havada olan nisbi rütubəti nə qədərdir? 60%. O 60%. havada olan suyun miqdarı 18 eləyir. 18. Çatışmayan isə 12 qram olur ki, 12. doyması üçün çatışmayan 12 qram olur. Bu suala baxaq. 500 metr hündürlükdə temperaturun 35 selsiyə malik olan 2 kubmetr havada 42 qram su buxarı var. Həmin hava kütləsi 3000 metr hündürlüyə qalxarsa, 1 kubmetr havanın neçə qram su buxarı ayrılar? 1 kubmetr havadan neçə qram su buxarı ayrılar? Diqqətlə qulaq asırıq. Maraqlı sualdır uşaqlar. 500 metr hündürlükdə havanın temperaturu nə qədərdir? 35 selsi. 35 ses. 35 selsi. Və burada nə qədər su var? 42 qram. 42 qram. Neçə kubmetrdə 42 qram? 2 kubmetrdə. Bəs 1 kubmetrdə neçə qram su eləyər? 21 qram. 21 qram su var deməli 1 kubmetrində. Və 2-yə də fikir verir, görürsünüzmü? Demək 1 kubmetrində 21 qram su var. İndi hava deyək ki, 300 deyir həmin hava kütləsi 3000 metr hündürlüyə qalxarsa, 1 kubmetr havada neçə qram su ayrılar? Hündürlüyə qalxsan temperatur nə edirdi? Azalırdı. Neçə metrdə nə qədər azalırdı? Yazıda qaldı. 1000 metrdə 6 6, düz deyirsən. 6. 1000-də 6 idi. 6 selsi azalır. 3000-də nə qədər azalar? 3000-də də 18 Yox, 3000 ses. deyil də uşaqlar. Bax bir dəqiqə. Bax 500 metrdən qalxırıq 3000-ə. Nə qədər qalxmış sayılırıq? 3000-dən çıxırıq 500-ə. 250. 2500. 2500. Buradan x yazsaq. Buradan x-imizi taparıqmı 15? Bəli. Deməli 15 selsi havanın temperaturu azalacaq. Düzdürmü? Bəli. Havanın Olacaq temperaturu 20 dərəcə. olacaq 20 selsi. Düzdür, bəli. O da 20 selsidə demişdik ki 17 qramdır. 17 qram, bəli. 20 selsidə nə qədər su saxlaya bilir? 17 qram. 1 kubmetr havada 17 qram. 17 qram su saxlaya bilir. Halbuki havada nə qədər su var? 21 qram. Neçə qramı ayrılacaq, su ayrılacaq? 4 qramı, 3 qram, 4 qramı. 4 qram su ayrılacaq. Anladım. Bu şəkildə. Növbəti suala baxaq. 10 selsi temperaturda 3 kubmetr havanın nisbi rütubətliyi 60%-dir. Gəl vergülün bunu tez həll eləyək. 10 selsi temperaturda nə qədər su ola bilər? 1 kubmetrin 9 qram demişdik. O da 27 qram. 10 selsi temperaturda 1 kubda 9 ola bilər. 9 100% deyir. 60% x. Havada olan suyun miqdarını tapsaq, x bərabərdir. 9 dəfə 6-nın 6 9-un 54. 540. O da ki 100-ə də bölsək 5,4 eləyir. 5,4 qram. Deməli havada bu qədər 5,4 qram su buxarı. Həmin havanın temperatur 10 selsi aşağı düşərsə, uşaqlar, bax, havada biz 1 kubmetrə görə tapdıq, düzdürmü? 1 kubmetrə tapdıq bunu. Amma burada 3 kubmetrdə verilir, görsənmi? Onu da fikrimizi yayındırmırıq. Biz 1 kubmetrə görə tapdıq, bizə cavabı amma 2 kubmetrə görə istəyir, görürsünüzmü? Deməli, nə edirəm? Bunu 2-yə vuraram. Bunu 2-yə vursam nə eləyər? 10,8. Deməli, havada 2 kubmetr havada 10,8 qram su var. Amma havanın temperaturu 10 selsi aşağı düşsə, neçə temperaturu? Havanın 10 selsi aşağı düşsə 0 selsi. 0 selsi temperaturda uşaqlar maksimum 5 qram su saxlaya bilir. Amma 1 kubmetr 5 qram saxlaya bilir də. 2 kubmetr neçə qram su saxlaya bilir? 10 qram. 10 qram. Hə, 10 qram su saxlaya bilər. Deyək ki, 10 qram su saxlaya bilirsə 2 kubmetr hava. Bəs yerdə qalan neçə qramı su? Havada da bu qədər su. 10,8 qram. Havada 10,8 qram su var. Bu da 10-un saxlaya bilər. Neçəsi ayrılacaq? 0,8 qramı. 0,8 qram su buxarı bəli ayrılacaq havadan. Bu nisbi rütubətlik və mütləq rütubətlikdə budur. Mütləq rütubətlik havadakı olan su buxarının qramla ifadəsi idi. Nisbi rütubətlik isə həmin qramın faizlə ifadəsidir. İndi isə atmosfer yağıntılarına baxın. Nədir? Ondan bəhs edək. Atmosfer yağıntıları coğrafi enlikdən
Relyefdən və mütləq hündürlükdən, yəni dağdan düzənlikdən olaraq dəyişə bilir, təsir edir. Yəni okeanların mövqeyi, isti və soyuq cərəyanlar təsir edir, təzyiq qurşaqları təsir edir. Coğrafi enliklərdə günəşin düşmən bucağının təsirlənir. Relyefdə dedikdə və ya hər hansı bir hava kütləsindən dağ qarşısını kəsir, Bəli, da yağıntısını götürür, deyək ki, dağın digər yamacına yağıntı düşmür. Bu şəkildə təsir edir relyefdə. Buludlar yer səthinə düşən yağıntının 79%-i okean və dənizlərin üzərinə düşür. 21% isə quru üzərinə düşür. Quru səthdən buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Bunları bayaq demişdim. bəli, Buludlardan və yer səthinə yaxın havadan, qatından onun üzərinə düşən sulara atmosfer yağıntıları deyilir. Atmosfer yağıntıları iki cür ola bilər. Buluddan düşən yağıntılar, havadan düşən yağıntılar. bəli, Buluddan düşən yağıntılar yağış, qar, doludur. Bunlar bildiyimiz buluddan düşür. Buluddan düşməyən yağıntılar isə şehdir, dumandır, qurutdur, sırsıradır. bəli, Bunlar havadan yaranır, yəni havadan düşür. Bu da necə yaranır? Yəni onlara da baxaq. Yağış necə yaranır, onunla deyək. Yağış müsbət temperatur şəraitində kondensasiya nəticəsində yaranır. Kondensasiya nədir uşaqlar? Suyun buxar haldan maye halına keçməsinə kondensasiya deyilir. Hava yuxarı qalxanda bayaqki testdə də gördünüz. Hava soyuduqca nə bəli, yağıntı vermə ehtimalı artır. artır. Ona görə də qalxan hava həmişə dedik ki, yağıntı verir. Bəli, Bu şəkildə hava, məsələn, leysan yağışları necə yaranır? Qısa müddətli və gür sulu olur. Əsasən topa yağış buludlarından yağır. Leysan yağışlar havanın tez yuxarı qalxması nəticəsində baş verir, sürətlə qalxır və orada belə ki, leysan xarakterli yağışlar yağır. Aramsız narın yağışlar az intensiv olur. Belə yağışlar bir neçə gün davam edə bilir. Laylı yağışlı və yüksək laylı buludlardan əmələ gəlir. Siskin yağışlar damcılar çox kiçik olur. Havadan asılı vəziyyətdə yerə düşür. Onlar laylı topa buludlardan yağır. Qar nədir uşaqlar? Havanın temperaturu yer səthinə yaxın 0 selsiusdan aşağı olduqda buluddan toplanan su damcılar qar və dənizliklərinə çevrilir. Havanın temperaturu mənfiyə düşdükdə həmin o sular, uşaqlar, bayaqki yağış yağırdı, amma havanın temperaturu mənfi olduqda həmin olur, qara çevrilir. Dolu da onun belə ki, başqa variantıdır. Doluda da hava şiddətlə yuxarı, tez sürətlə yuxarı qalxır və daha çox sürətlə yuxarı qalxdığı üçün tez bir şəkildə donma baş verir və donur və orada damcılar birləşərək böyük bir halda doluya çevrilir. Və bu da əsasən bax yenə dolu nə vaxt yağır? Qışda yağmır. Görürsüz, ilin isti dövründə əsasən yay və yaz aylarında dolu baş verir. Topa yağış buludlarından yağır. Yenə deyirəm, dolu havanın daha sürətlə yuxarı qalxması nəticəsində yaranır dolu. bəli, Şeh nədir? Havadakı rütubətin 0 selsiusdan yuxarı temperatur şəraitindən soyuq səthi təması nəticəsində yaranır. Uşaqlar, elə ki, axşam çağıdır, tutaq ki, gün batıb. Ən tez soyuyan səth su səthidir, bəlkə quru səth keçmişdik. Quru səth tez soyuyurdu. Quru səth axşam çağı, günəş batdıqdan sonra quru səth daha tez soyuyur. Havada olan, o səthə yaxın havada olan səthdə bax, havadan düşür axı. Havaya yaxın olan, belə deyək ki, yer səthinə, quruya yaxın olan hava yer səthinə isti olur və bu isti hava, yəni yer səthinə yaxın isti hava soyuq yer səthinə təmas elədikdə şeh yaranır. Ümumi temperatur müsbət olmalıdır amma. Bu temperatur müsbət olmalıdır. Sıfırdan yuxarı olmalıdır. Əgər bu sıfırdan aşağı olsa, həmin o səthinə yaxın havadakı o buxar var, soyuq səthdən təmas elədikdə qurova çevrilir. Şehlə qurov tərsinədir. Yəni 0 selsiusdan yuxarı olduqda şeh yaranır. Soyuq səthlə o yaxın havanın təmasında şeh yaranır. Amma 0 ümumi temperatur isə hava rejimi, ümumi temperatur isə, yəni havanın temperaturu sıfırdan aşağı mənfi olduqda bu qurova çevrilir. Hər iki halda yer səthi daha soyuq olmalıdır onunla təmas edən hava ilə.
Bəli, İndi bəli. Yağışın növləri var uşaqlar. Cəbhə yağışları və yaxud da ona frontal yağışlar deyilir. Oroqrafik yağışlar və ya konvektiv yağışlar adlanır. Cəbhə yağışları və yaxud da frontal yağışlara bu hava kütlələrinin qarşılaşması nəticəsində yaranır. İsti hava ilə soyuq havanın qarşılaşması nəticəsində cəbhə yağışları yaranır. Və cəbhələrin də fərqi var. İsti cəbhə və yaxud da soyuq cəbhə adlanır. E, İsti cəbhə nədir? İsti cəbhə isti hava soyuq havanı sıxışdırırsa, bu olur isti cəbhə. Əgər soyuq hava isti havanı belə deyək sıxışdırırsa, daha üstün gəlirsə, bu olur Yoxdur. soyuq cəbhə. Hı, Burada nə var? Hər ikisində yağıntı yağır, söz yox. Hər ikisinin axırında, sonunda yağıntı yəni, yağa bilər. Burada buludların yaranması var. Məsələn, isti cəbhədə uşaqlar hansı buludlar var? Laylı yağışlı buludlar, yüksək laylı buludlar, lələkvari laylı buludlar, lələkvari buludlar. Bunlar isti cəbhədə yarandı. Burada gördüyünüz topa buludlardan söhbət eləmədim. T-O-P-A. Topa buludun adını çəkmədim. Laylıdan başladı, lələkvariyə getdi. Soyuq cəbhədə isə daha cür yağışlar yağa bilər, daha leysan xarakterli yağışlar yağa bilər. Hər ikisində yağış yağa bilər, amma soyuq cəbhədə daha şiddətli leysan xarakterli yağışlar yağa bilər. Çünki buradakı buludlar topa buludlardır. Ən güclü yağıntı bu topa buludlarında olur. İndi onu da keçəcəyin buludlarda. Laylı yağışlı bir buradan başlayıb bax burada verir. Bir laylı yağışlı buludlar, yüksək laylı buludlar, topa laylı buludlar, topa yağışlı buludlar və yüksək topa buludlar. Belə sxem olaraq göz yaddaşımızın nə qədər çox yadda saxlasaq, bu ardıcıllığı şəkil olaraq da yaxşı olar. Onlar belə deyək, insafsızlar bunu tezə sala bilər. Yəni hər şey ola bilər. Dedik ki, cəbhə yağışlarını dedik. Oroqrafik yağışlar nədir? Oroqrafik yağışlar buna belə deyək ki, dağ yamacı boyu baş verir. Dağlıq ərazilərdə olur oroqrafik yağışlar. Fikir versəz uşaqlar, külək istiqaməti hansı tərəfədir? Bu tərəfədir, düzdürmü? bəli, Və bu hava yuxarı qalxdıqca hava soyuyur və yağıntı verir, düzdürmü? bəli. Qalxan hava dedik ki, yağıntı verir. Yağıntı Və var. hava qalxır, yağıntı verir. Hava soyuyur ki, yağıntı verir. Soyuyur və su saxlaya bilmir. Qabiliyyət azalır. Bəli, Qabiliyyət azalır və həmin o əlavə belə deyək, özünə artıqlıq eləyən yağıntı şəklində yer səthinə yağır. Dağın digər yarımazında hava aşağı enir. Aşağı enən hava yağıntı vermir. Və bizə belə bir indi bu yağıntı göstərməsə, elə sadəcə bulud versə buralarda, desək ki, hansı buludun rəqəmləyəcək, məsələn, tutaq ki, 1, 2, 3, 4. Desək ki, hansı buludun yağıntı vermə ehtimalı yoxdur. Əlbəttə ki, aşağı düşən hava kütləsi yağıntı bəli, verməsi 3 və 4. Bir də var konvektiv yağıntılar. Bir də dağlıq ərazilərdə bu yağıntı ola bilər. Hansı ərazi dağlıqdırsa, hansı ölkə dağlıqdırsa, bu oroqrafik yağıntılar götürə bilərik. Konvektiv yağıntılar nədir? Konvektiv yağıntılar havanın elə durduq yerdə qızması nəticəsində baş verir. Qızaraq yüksələn havanın soyması ilə əlaqədar yaranır. Əsasən ekvatorial enliklər üçün səciyyəvidir. Ekvatorial enliklərdə hansı yağıntı üstündür? Konvektiv yağıntılar. Çünki orada ilə qalxan hava baş verir və qalxan havada yağıntı verir. Yer kürəsində ən çox orta illik yağıntı Havay adalarına düşür. İldə ortalama 14.000 millimetr yağıntı düşür. İndiyə kimi qeydə alınmış mütləq maksimum yağıntı isə Himalay dağlarının cənub yamacında Çerapunçi məntəqəsinə düşmüşdür. 23.000 millimetrdən çox. Mütləq minimum yağıntı isə Cənubi Amerikada Ataqama səhrasında cəmi bir neçə millimetr qeydə alınmışdır. Yağıntılar il ərzində müxtəlif paylanır. Musson küləkləri hakim olduğu şərqi, cənub-şərqi, Cənubi Asiya regionlarında yağıntılar ilin yay aylarında düşür. Dedik yaxı bayaq ki, mussonda yağıntı nə vaxt olur? Yayda dəniz quru əsli üçün yayda yağıntı olur. Aralıq dənizi sahillərində isə qış aylarında olur. Bu hissələri iqlim quşaqlarını keçdikdən sonra daha aydın biləcəyin hansı ərazidə yağıntılar nə vaxt yağır.
Onlarda iqlim qurşaqlarında daha aydın öyrənəcəyik. Buludlar. Buludun üç növü var. Laylı buludlar, topa buludlar, lələkvari buludlar. Ən aşağıda laylı buludlar olur, sonra topa buludlar, sonra lələkvari buludlar. Laylı buludlar əsasən ilin soyuq dövründə yer səthinə yaxın yüksəklikdə formalaşır. Uzun müddətli olur. Laylı buludlar daha uzun müddətli olur. Burada Bəli, bax görürsüz uzun müddətli çiskin yağış, qar da yağır. bəli. Çiskin yağış yağır, fikir verirsinizsə, yağış az yağır çiskin. Elə olur ki, bir gün dayanmadan ancaq çiskin yağış yağır, az yağış yağır. Bu hansı buluddan yağır? Laylı buluddan. Topa buludlardan yağış qısa müddətli olur. Leysan xarakterli olur, qısa müddətli olur. Dolu da yağa bilir. Lələkvari buludlar yağıntı vermir. Kiçik Bəli. buz dənəciklərindən ibarətdir. Ağ və şəffafdır. Kölgəsi olmur. Havasının temperaturu 0 aşağı olur. Çünki çox hündürlükdədir. 8-10 kilometr hündürlüklərdə Bəli. olur. Bu da yer kürəsinə yağıntının orta illik miqdarıdır, paylanması verilib. Ola bilər ki, bu xəritə verər. Burada aşağıda şərt işarəsini falan verməz. Yəni xəritəsinin legendasını gizləyərlər. Deyər hansı xəritədir bu? Necə bilərəm bu yağıntıların xəritəsidir? Bax fikir verirəm ki, Qırıq-qırıq xəttlərdə. tropiklə qütbü eyni verib. Bax Bəli. bayaq demişdim sizə, qütbə də yağıntı az yağır, qütblərdə. Tropiklərdə Bir də də tropiklərdə. Bəli. bu şəkildə. Və yaxud da baxıram ki, məsələn, cərəyanların keçdiyi yerlər, cərəyanları tanıdıqdan sonra, məsələn, baxıram ki, isti cərəyanın, soyuq cərəyanın keçdiyi ərazilərdə yağıntı az olur. Məsələn, Afrikada birinci cərəyanı, soyuq cərəyan keçən yerdə yağıntı nə oldu? Az oldu. Olur. Amma isti cərəyan keçən yerlərdə yağıntı nə olur? Çox olur. Bu şəkildə də xəritəni təhlil edib hansının xərit olduğunu tapa bilərəm. İndi hansı xəritə veriləcək ona görə də təhlil edirəm. Bir də var havanın rütubətliyi. Havanın rütubətliyi necə tapılır? İl ərzində yağan yağıntını, orta illik yağıntını bölürəm buxarlanma qabiliyyətinə. Buxarlanma qabiliyyətini keçmişik də, mümkün buxarlanma və yaxud da Bəli. buxarlanma qabiliyyəti yeni şey anlayış idi. Tutaq ki, yer səthinə bir il ərzində ekvatorial enliklə götürək. Ekvatorial enliklərdə yer səthinə 2000 millimetr yağıntı düşür. Buxarlanma qabiliyyəti nədir? Buxarlanma qabiliyyəti 2100 millimetr. Bu nə olacaq? Vahidə yaxın olacaq da 0,9-dan tam ondan heç. Vahidə yaxın olacaq. Nə olur ekvatorial enliklərin rütubətlənmə əmsalı? Bu rütubətlik əmsalıdır. Amma səhrada nədir? Səhrada yağıntı az, tutaq ki 50 millimetr. Qabiliyyət nə olur? Qabiliyyət 2500 millimetr. 2500 millimetr buxarlandıra bilər. Amma su tapır ki, buxarlandıra. Bəli. Onu burada rütubətlənmə əmsalı nə olacaq? Daha az. 0,10-da deyək ki 1 falan belə. Burada nə olur? Bax fikir verirsinizsə, səhra və yarım səhralar yaranır. Bu da rütubət çatışmamazlıqda olur. Yəni rütubətlənmə əmsalı. Burada təbii zonaları keçməmişik, amma təbii zonalara da görə gələcək dərslərdə biosfer bölməsində keçəcəyik. Yəni rütubətlənmə əmsalına görə təbii zonalarda yaranır. Hava kütlələri. Yer kürəsində əsas hava kütlələri vardır ki, bunlar demək olar ki, iqlimin formalaşmasında əsas rol oynayır. Yəni bu hava kütlələrini hökmən yadda saxlamaq lazımdır. Müxtəlif hava kütlələri vardır. Ekvatorial hava kütləsi var, tropik hava, mülayim, arktik, antarktik hava kütləsi. Ekvatorialın bir tipi var. Tropikin iki tipi var. Ümumiyyətlə yerdə qalanların iki tipi var. Dəniz, tropik dəniz, tropik kontinental, mülayim dəniz, mülayim kontinental, arktik dəniz, arktik kontinental kimi tipləri var.
Arktikin də bir tipi var. Ekvatorla Arktikin bir tipi var, amma digərlərinin iki tipi İki var. var. Ekvator nədir uşaqlar? Ekvator demişik ki, il boyu qalxan hava alçaq təzyiq sahəsidir. Yağıntılıdır, isti və yağıntılıdır. Yəni ekvatorial hava kütlələri nə edir? Yəni il boyu isti və rütubətli olur bir sözlə. Hava əsas hava kütləsidir və il boyu isti və rütubətli olur. Tropik kontinental quraq olur. Tropik kontinental quraq olur, isti olur və il boyu da quraq olur. Tropik dəniz isə isti və rütubətli olur, yağıntı verir. Mülayim dəniz var, mülayim kontinental var. Mülayim dəniz üzərində forma. Ümumiyyətlə kontinentallar quru üzərində olur. Amma dənizlər isə su üzərində olur. Məsələn, mülayim dəniz, tropik dəniz su üzərində formalaşır. Bunlar əsas hava kütlələridir. İndi növbəti dəstə biz keçəcəyik iqlim qurşaqları və orada hava kütlələrinin təsir etməsi var. Məsələn, əsas hava kütlələri bunlardır. Bunlar əsas hava kütlələri iqlimin yaranmasına səbəb olur. Məsələn, ekvatorial iqlim, subekvatorial iqlim. Subekvatorial iqlimə nə təsir edir? Ekvatorial hava kütlələri və yaxud da tropik hava kütlələri təsir edir. Bu əsas hava kütlələri iqlimin yaranmasında başlıca rol oynayır. İndi iqlim qurşaqlarını keçdikdən sonra bu hava kütlələrin tam orada aydın izah edəcəm. Sadəcə məlumat xarakterli burada dedim. Orada iqlim qurşaqlarında daha aydın, ətraflı izah edəcəm. Dərsimiz bura qədər.